Bu videodan sonra heç kəs xala uşağı və əmi uşağı ilə evlənmək istəməyəcək. Tanış olun, Whittakerlər ailəsi. Whittakerlər ailəsi ABŞ-ın West Virginia ştatı Od adlı kiçik kəndində yaşayan bir ailədir. Onlar dünyanın ən çox qohum evlilik izlərinə malik ailələrdən biri kimi tanınırlar və bu barədə bir sıra sənədli filmlər belə çəkilib. Whittakerlər ailəsi uzun illər boyunca, bir neçə nəsil boyunca hətta qohum evlilikləri nəticəsində formalaşıb. Müasir dövrdə ailənin bir çox üzvləri sadəcə yaxın qohumlar arasında doğulub, böyüyüb və bu vəziyyət onların fiziki və ruhi sağlamlıqlarına ciddi problemlərə səbəb olub. Consanguinity, genetik baxımdan yaxın qohumların arasında nigah deməkdir. Belə evlilikdə genetik müxtəliflik çox az olur və hər iki valideynin genetik materialları oxşardır. Bu isə resessiv, yəni gizli genetik xəstəliklərin uşaqlarda ortalığa çıxma riskini əməlli başda artırır. Bəs necə oldu ki, Whittakerlər ailəsi belə vəziyyətə düşdü? Bu ailənin kökü 1880-ci illərdə iki eyni genetik kodlu əkiz qardaş Henry və John Whittaker ilə bağlıdır. Hər iki qardaşın uşaqları doğulduqdan sonra aralarında qohum nikahı bağlanır və tədricən bu nümunə bir neçə nəsilə təkrarlanır. Henry və John'un uşaqları qohum olduğundan belə hallarda qohum evlilikləri nəticəsində eyni defektivli gen bir yerdə cəmləşir və ciddi irsi xəstəliyə gətirir çıxarır. Araşdırmalar onu göstərdi ki, Whittakerlər ailəsinin bir çox üzvü ciddi şəkildə fiziki və zehni inkişaf problemi yaşayır. Bir sıra hallarda isə bəzi ailə üzvləri sözlə belə ünsiyyət qura bilmirlər. Bir-birlərinə hürərək, çox qəribə səslər çıxardaraq ünsiyyət qurmağa çalışırlar. Bu kimi simptomlar genetik mutasiyaların qohum evlilikləri nəticəsində artan homozigotluğun nəticəsindən qaynaqlanır. Çünki qohumlar arasında doğulan uşaqların genetik çantasında iki eyni xəstəlik geni yığılır. Əksər normal qohum olmayan evliliklərdə belə genlər bir-birlərini necə də olsa kompensasiya edir. Lakin qohum evliliyində bu balans pozulur. Whittakerlər ailəsinin başına gələnlər bizə onu öyrədir ki, hər nə qədər də biz yaxın qohum saydığımız insanları göy yaxından tanısaq belə, onların hansı xasiyyətə sahib olduğunu bilsək belə, əşi yaxınındır, uzağı tanımıram və s. desək belə, bu cür evliliklərdən dünyaya gələn uşaqlar gələcəyə sözün əsl mənasında və gələcək nəsillərə sözün əsl mənasında təhqirdir. Əfsuslar olsun ki, ölkəmizdə qohum evliliyi qanunvericilik səviyyəsində qadağan olunsa belə, bəzi insanların beynindən başqasını almaqdansa xala qızımı alsam daha yaxşıdır demək fikri hələ də çıxmayıb. Eybi yox, onu qazıyıb birlikdə çıxardacağıq.